Görün bu Pyotr birincidir. Yani bugün Rus alimleri açıp tarihi koyurlar. Niye? SSR dağıldı ve bütün yalan yüze çıktı. Ona göre bugün Putin mecburi muharebe edir ki o biabırçılığı üstünden götürebilse Rusya. Bilirsiniz yani bütün açılıbdır. Onlar Türk'ün torpağında yaşayır ve e, Türklerin demək olar ki, mədəniyyəti, tarixi, türk mədəniyyət tarixidir bu bir. Və onlar həmin o Pyotrda işləyən o saqqallarını ki götürüb Pyotr qırxırmış, heyvan deyirmiş, yəni bu xalqa heyvan adı qoyub. Bu Romanovlar görün, Roma sözündəndir da, yəni bütün İtalyanlar, Fransızlar, İngilisler, Almanlar hamısı Rusun demək olar ki, dövlətini qurucuları da orada qurublar. Çingizxandan sonra da. Yəni özləri danışırlar. Və Rus sözü Almandan gəlir. Yəni Rus milləti yox. İndi bunu Putin bilir. Və bilirsiniz, Rus xalqı ümumiyyətlə elə bir xalq yoxdur da. Yəni bu Vatikan özü. Bax, Romanova Rom sözündən, Roma sözündən gəlir. Vatikan da etiraf edir ki, biz Rusları Türk torpağında yaratmışıq. Hayları Türk torpağında. Fars, qondarma Farslar, Hind qaraçıları, bugünkü ki Farslar, onlar o eradan əvvəlki o Makedonskinin Kira, Darya adiyyəti yoxdur. Bunlar Vatikanın yaratdığı Türklərə qarşı. Başa düşdünüz? Cənub Azərbaycan, Qərb Azərbaycan, Türkiyə qarşı deməli Rus, Erməni, bu Fars hamısı Vatikanın yaratdığıdır. Yəni bunu Pyotr'da deməli etirafı var orada ki biz kimdən əmələ gəlmişik? Bax bunu Putin indi bilir, ona görə onu biabırçılığı istəyir götürsünlər. Ona görə dava salırlar, müharibə edirlər ki, ört-basır olsun da. Bax görürsünüz nələr baş verir. Bu videoya maraqlı videoya baxın. Rus dilindədir, baxa bilərsiniz. Mən indi Azərbaycanca dedim. Yəni baxa bilərsiniz, görün. Yəni çox şeylər var ya açılma. Görürsünüz, hətta Latın əlifbası türklərə məxsusdur. Yəni indi ona da gülürlər, lağ eləyirlər. Görün, dünyanın doğrudan Tanrı bu türkləri elə belə gətirməyib. Bu nədirsə yaxşıdır. Bütün alimlər açıb qoyurlar. Pravda o Qoraniya. Quran haqqında məlumatlar, deməli, düzgün məlumatlar verirlər ki, Quran birinci türk dilində yazılıbdır 12-ci əsrəcən. Yəni ərəblərin bax bunu indi desələr deyəcək heç kəs inanmır. Ha bu ərəb, o ərəb, bu Yegipcanlar var ha, Suriyalılar var. Onlar başqa millətlər olur. Bunlar hamısı əlinin üzünü yumayan millətlərdirlər, əmələ gəlir. Bunlar qaraçılardır indiki ərəblər, hansı ki əmələ gəldilər. Bunların heç nəyə olmayıb, görün. Hətta o müqəddəs kitab türk dilində olubdur. Bax bunu siz yəni tapıb oxuya bilərsiniz. Və orijinal Quranın müqəddəs kitabı orijinal yoxdur. Orijinal heç kəs bəlkə də görməyib və o originalı hardasa gizlədiblər. İndi mən onu bilmirəm. Başa hamı deyir ki, heç kəs görür. Və Quranı kim necə gəlib yazıblar. Kim necə istəyib yazıbdır. İndi də oxuyurlar, bu belə gəldi, o gəlir, deyir, mən biri deyir, başa düşmürəm, biri deyir, ay İslam. Bədbəxtlər deməli, bütün deməli kitab hamısını
əsli o Quran kitabı varsa, müqəddəs kitabı, o yazılar yoxdur. İndiki bu Quranda yazılıb. Yəni onu bilin. Bax onu deyirlər. Ha, mən demirəm. Və təsdiq eləyirlər. Ay bədbəxtlər. O ki gedib o xristianlar yandırıb eləyirlər. Onlar bilirlər indi. Yandırıb bizi qıcıq əmələ gətirir. Sən demə o Quran deyil. Əslində maşınkadan çıxıb ərəb dilində indi yazılıb, götürüblər. Hamısı deyir, bütün podделkalardılar. Hamısı saxta demək kitablardır. Sadəcə Quran yazılıbdır. Yəni o əslində əsl Quran deyil ha ki yandırırlar. Yəni onu bilin də. Biraz bilirsiniz, biraz ağılla düşünün də. İndi mən danışıram. Deyəcək də danışır da, bu da ağlı çatmır nə danışır. Amma o yandırırlar ha, o Quranı yandırmaq olmaz ya, səhv edirlər. O Quran deyil, kitab. Kitabdır da, çap ediblər, yandırırlar. Cəmaatı dəli olub ki, və Quranı heç kəs görməyib hələ. Ay bədbəxtlər, hələ bilmirsiniz hardadır. Bu adam hələ görün nə deyir, bu biri nə deyir, ay Allah. Deməli bax şimdi, bu adam deyir ki, bütün dünya İslamı qəbul edir. Ay qardaş, dünya çoxdan İslam qəbul edir. Mən bunu istəyirəm deyəm ki, bu açıqlayıb aydınlıq gətirmirlər. Yəni müsəlman, İslam sözü nə deməkdir? Bunu biləndən sonra yəni qardaş bilirsiniz, dünya çoxdan, yenə də deyirəm, eşitdirirəm sizə, dünya çoxdan İslamı qəbul edib. Xristianlar da İslamdır, xristianlar da müsəlmandır. Ay kişi, bunun dinə adiyyəti yoxdur. Ağıllı adam, o Jean Cousteau var, Məhəmməd Əlidir, nə oldu? Yaxşı, gəldi, hə, ərəbin sözündə iki kəlmə söz dedi, getdi, nə bilim, neynədi, hə, müsəlmanam, ay kişi, mən gedib indi xaçı salsam boğazıma, inanasınız ki, mən xristianlara qəbul eləmişəm. Mən deyim, qəbul eləmişəm, yəni mən xristian ola bilərəm, bir düşünün də. Mən gedib xaçı suyuna girim. Kiliseye girmişəm 100 dəfə yəni. Orada görüşlər keçirər xristianlarla, onların o nümayəndələri ilə, din nümayəndələri ilə həmişə mübahisə edirdim də. Yüzlərlə, poplarla. Nədir, mən xristian oldum. Belə. Bilmirəm də nə qədər heyvan olasan ki, o xristian gəlir, hə, namaz qıldı, nə bilim, neyədi, ya İslam sən müsəlman, siz də inandınız. Müsəlman oldu, nə bilim, 3 dənə dil dedi, nə bilim, onu kəsdilər, burasını şey elədilər. Qardaş, əslində İslam sülh deməkdir. Və sülh, bütün dünya sülhdən danışır və hər bir xalq sülhü istəyir. Nə qədər də dava istəsə, hamı sülh istəyir, sülhdən danışır. Və sülhdən danışan da olur müsəlmandır. Yəni davanı sevməyən, Tanrını tanıyan, sülhü sevən adam olur yəni müsəlman. Yəni burada xaçı atdım, gəldim, namaz qıldım, qardaş. Bu, biraz özünüzə bir sual verirsiniz. Bir sual verən yoxdur axı. Bu meymunçuluqdan haçan qutaracaq, meymunçuluğu haçan tərk edəcək. Burada bir yaxşı, yəni bu videonu görürsünüz. Bu bizim Türkiyədəki polisdir. Deməli, müəllimə gəlir, müəlliməni buraxmır polis. Və düzdə eləyir. Yəni müəllimənin baxır, çox gödəkdir də, yəni olmaz. Dizdən biraz indi dizdən olar geymək də, amma dizdən yuxarı geyib gəlib müəllimə. İndi müəllimə də əlbəttə dərs danışanda zat hamının fikri orada olur ki, onun gözəl ayaqları var, baxırlar. Yəni dərs burada. Ona görə polis əsəbləşir, qovur müəlliməni ki, ay qız,
Sən buna nə öyrədəsən, nə deyir də Türkçə. Sən nə öyrədəsən, səndən nə öyrənəcək? Get geyimini dəyin. Xoşum gəldi. Yəni qız da müəllimə də gözəldir, qəşəngdir, amma yəni geyimə lazımdır. Fikir vermək məktəbdir. Olmaz. Yəni gedib gödək geymək biraz yaxşı deyil. İndi məktəbdə yəni düz gəlmir də ümumiyyətlə. Düzdür, ərəb ölkəsində olsaydı vurub öldürərdilər. Hələ bu türk polis yaxşı da ki, bu yazığı döyməyib da. Yəni o döymək də vəhşilik ərəbdən gəlib. Ha. Yəni bu vəhşilik qadına qarşı ərəbdən gəlib. Biz belə olmamışıq. Biz indi bunu indi məcburuq. Ərəbin qanun qaydası neçə ki var. Yəni belənki olacaq. Amma indi bu qız bəlkə də çox biabırçıdır, bilmirəm. Amma indi Türk qayda qanunu olsa, bu qız özü də yəqin ki, başqa cürə geyinər. Türkün qayda qanunusu gözəl geyinməkdir. Açıq da bura ola bilər olsun. İndi diz də indi görsənə bilər, amma gözəl, yəni gözəl. Ona görə bu Türk qayda qanununda yəni xanımlara qarşı belə vəhşilik yoxdur. Ona görə xanımlar həmişə türklərə etibar edibdir. Qorxmayıblar, yəni çəkinməyiblər. Və o üz örtməkdir, baş örtməkdir, çirklikdən olub, toz torpaq olubdur. Və bir də vəhşi olublar. Ərəblər vəhşi olub, qızı görəndə üzünü açıq oğruyurmuşlar, öldürülmüşlər. Bilirsiniz, bu geyim elə belə deyil, o qaranı geydiriblər. Yəni vəhşi qalıblar da. Vəhşi qalıblar, ona görə qızları örtürlər. Bax, bu qədər. Və çinmirdilər.